Hər vaxtınız xeyirli olsun, hörmətli TV1 tamaşaçıları. Bugün nədən söhbət açmaq istəyirdik? Bir müddət bundan əvvəl, yəni bu yaxınlarda Azərbaycanın görkəmli şəxsiyyətlərindən biri mesenat xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev haqqında ikinci film ekranlara çıxdı və ötən həftənin 5-ci günü bu filmin premyerası oldu. İkinci hissə Tağıyev Çar filmi və bu filmdə bir şey diqqətimi cəlb elədi mənim ki, demək olar ki, zalda əyləşməyə bir yer yox idi. Və bu günləri həmin filmin Bakı Media Mərkəzinin istehsalı olan Tağıyev filminin rejissoru Zaur Qasımlı efirdədir. Zaur, sizi salamlayırıq, xoş gəlmisiniz. Salam, çox sağ olun dəvətə görə. Mən də sizi salamlayıram. Çox sağ olun, təşəkkür edirəm. Zaur, doğrudan bu gözlənilməz idi mənim üçün ki, mən çoxdandır belə bir necə deyirlər, dolu zal görmürdüm. Son vaxtlar mənə elə gəlir yaxşı tendensiya var. Çox. Nəinki bizim istehsal elədiyimiz filmlər haqqında, ümumiyyətcə mənə elə gəlir ki, kinoteatrlara insanlar daha belə həvəsləniblər. Və bu sevindirici haldır. Çünki biz neçə illərdir çalışdığımız insanları kinoteatra gətirmək problemimiz mənə elə gəlir ki, çözülməyə başlayır. Və bu məncə çox yaxşıdır. Bu bizim mədəniyyəti artıracaq inşallah. Yəni həmçinin də sözün qüvvəti mən gördüm ki, insanlar çalışırlar, yer axtarsınlar, sonra maraq o dərəcədə artdı ki, heç kəs tərpənmirdi. Bu çox gözəl bir hal idi ki, bu rejissorun da həmçinin uğurudur ki, insanlar əziyyətə baxmayaraq filmi görmək istəyirdilər. Bunun bir səbəbi də odur ki, birinci seriyaya baxanlar artıq yəni belə... Onu qeyd eləyəcəkdim mən ki, hamı soruşur görəsən ikinci seriyada nə olacaq? Bir növ artıq bu işdən elə bir miniblər bu söhbətin üstünə və çox istəyirlər ki, 2 davamında gəlsin, 2, 3, 4. Məncə bu da çox gözəl bir haldır. Gizlətməyim, deməli işıqlar sönməmişdən əvvəl mən bir neçə nəfərdən onu eşitdim ki, görəsən ikinci hissədə nə olacaq və açığı sizə deyim, dəyərdi ayaq üstə durmağa. Mən açığı öz növbəmdə biraz ehtiyat eləyirdim. Düzdür, indi hər rejissor çəkdiyi filmdən öncə biraz narahat olur ki, yəni cəmiyyət bunu necə qəbul eləyəcək, tamaşaçı necə qəbul eləyəcək. 2 ilə bağlı mənim narahatçılığım əslində daha çox idi, nəinki 1 ilə bağlı. Çünki nə üçün? Çünki 2 daha belə politik, siyasi bir mövzudur. Onun üçün yəni 1-ə əgər deyək ki, 5, 10, 15 yaşlı gənclər gedib baxa bilirlərsə, 2 artıq mənə elə gəlir ki, onlara bəlkə də biraz darıxdırıcı gələ bilər. Çünki daha çox filmin demək olar ki, 50% də rusca səslənir və sən subtitrləri oxumalısan. Bu problemlərin şeyindən biraz daha çox narahat Amma idim ki... sizə bir şey deyim, sözünüzü kəsirəm. Amma bunun əksi oldu. Mən elə onu deyəcəkdim ki, mən əksinə çoxlu cavanlar var idi, gənclər var. Bu da sevindirici bir haldır. Mən də yazılan odzivlarda müşahidə edirəm ki, gözləntilərdən daha maraqlı. Zar, bəlkə də bu necə deyirlər, o ənənəvi suala bənzər, amma mən orada sizin çıxışınızı eşitdim, yəni qulaq asırdım orada. Siz dediniz ki, mən düz 5 il bu mövzu üzərində işləmişəm. 6-cı ildir yəni. Onu mən yaxud düz eşitməmişəm. 19-cu ilin oktyabr ayından biz bu həvəslə, işləmək həvəsi ilə başladıq. 19-cu ilin oktyabr ayında mənlə bir yerdə deməli çalışan və ssenari üzərindən çalışan İsmail İmanı bu işə cəlb elədim və o gündən start sayıla bilir. O da oktyabrın ayının 19-u səhv eləmirəmsə, yəni artıq 25-ci ilin oktyabr ayında 6 il olacaq. Nə idi sizi buna vadar eləyən? Yəni belə o ənənəvi sual kimi olmasın, nə üçün Tağıyev və nə idi sizi buna doğrudan da vadar eləyən ki, məhz bunun üzərində mən çalışacağam. Mənə çox maraqlı. Tağıyev proyekti ümumiyyətcə, yəni bilməyənlər üçün də deyim bilsinlər, mənim debüt proyektimdir, bədii filmdir. Bundan öncə Miras mən çəkmişəm, o sənədli bədii filmdir. Bəli.
Düzdür, o mənim üçün biraz belə bir məşq kimi oldu ki, böyük bir pilləkən kimi də belə götürsən. Bir trampolin kimi oldu, belə deyək. Çünki hər halda belə bir böyük və vacib proyekti təcrübəsiz adama verə bilməzdilər. Baxmayaraq ki, adam təkidlə istəyirdi. Və ümumiyyətlə mən bir rejissor kimi istəyirdim nəsə bir özümü də bir hansısa bir işdə yəni həm görsədəm, həm təsdiq elətdirəm. Və Tağıyev əslində bunun üçün çox gözəl bir şans oldu. Bilirsiniz, mən Tağıyeva əslində çox borcluyam. Çox borcluyam. Bunu heç yerdə deməmisiniz. Nə üçün borcluyam, onu deyim. Yəni baxın, bu adi bir adam olsaydı, mənə elə gəlir ki, bu boyda ajotaj olmayacaqdı. Onun üçün borcluyam ki, yəni onun adı mənə kömək eləyir ki, mənim filmim də yəni çox yayılır, insanlar tərəfindən maraqla izlənilir. Çünki o mənə, mən də ona kömək eləmiş oldum. Bilirsiniz necə? Yəni onun həyatını daha geniş açmağa mən bacardım, amma Tağıyev də həyatda elədiyi işlərin nəticəsində çox böyük bir insan kimi, xeyriyyəçi kimi tanınıb deyə mən də ondan istifadə eləyərək belə də yəni iki tərəfli oldu əslində. İdeya sizdən gəldi də Tağıyev haqqında. İdeya məndən gəldi, bəli. Mən təşəbbüskar oldum ki, yəni belə bir ideya var, gəlin bunu eləyək və mənə elə gəlir ki, bunun olunması üzdə idi. Hər şey hal elə gətirib çıxartmışdı ki, artıq biz buna yetişmişdik hamımızla. Yəni Bakı Media Mərkəzi, mən özüm, yəni Azərbaycanda olan istedadlı adamlar, hansılar ki, bizim komandada iştirak elədilər, işlədilər. Məncə hər şey özü yetişdi və biz sadəcə burada bir şey istəyir lazım idi ki, gəlin belə bir şey eləyək və hamı mənə lazım olanda maliyyə də tapıldı, senari də yazılmaya başladı. Düzdür, Covid biraz mane oldu, işimizi uzatdı biraz. Amma yəni hər bir şeydə bir xeyir var. Əlbəttə, əlbəttə. Bilirsiniz, nə üçün deyirəm, son dövrlər belə bir söz gəzirdi ki, Azərbaycanda kino yoxdur, Azərbaycanda kino olmur, amma yəni elə sizin filmin timsalında, yəni pessimist adamlar hər zaman var olacaq. Onlara qulaq asmaq lazım deyil. Və mənim diqqətimi nə cəlb elədi? Yəqin ki, qoymarsınız, yalan danışım. Mən orada Tağıyevin içimizdən biri olduğunu gördüm. Ki o da bizim kimi insan. Çünki bilirsiniz niyə görə? İnsan haqqında çox vacib şərtdir ya. Yəni mən əslində siz bunu qeyd edirsinizsə, mənim üçün çox xoş gəlir. Niyə? Çünki mən də istəyirdim ki, bir ikona Tağıyev yox. Söhbət ondan gedir. Yəni o stereotiplər, nə bilim. Mən düşünürdüm ki, məsələn Tağıyev o dərəcədə tanınmış və sevilmə adamdır ki, o prosta onu geyindir, küçəyə burax, kameranı qoy, çək. Hamı bəyənəcək. Amma bu olacaq ancaq Azərbaycanlı. Çünki o vətənini sevir, öz xalqını sevir, öz tarixini sevir. Bunu hansısa bir Britaniyadan Johna versən, baxma, bu John heç nə başa düşməyəcək. O kimdir, bir kostyumda gəzir. Onu o ruhunda o çağırmayacaq. Başa düşdünüz nə demək istəyirəm? Və mənim üçün çox vacib idi ki, mən məhz o Johna da bunu bəyəndirə bilim. Yəni elə bir film çəkim ki, onun gedişatı ilə, onun storytelling ilə insanları cəlb eləsin. Hətta bilməsə belə kimdir o şəxsiyyət. Bir qəhrəman filmə baxsın, şəxsiyyət kimi. Qəhrəmanın bir yoluna baxsın, bir qarşılaşdığı çətinliklərlə mübarizəsinə baxsın. Yəni film özü maraqlı olsun. Baxmayaraq ki, o Tağıyevdir. Bu çox vacib idi bizim üçün ssenari dövründə. Və onu da qeyd etmək istəyirəm ki, əgər sizə o özümüzdən biri kimi gəldisə, o da çox vacib idi mənim üçün. Dediyim kimi o etalon, belə bir ikona adam, hansı ki o belə pafosla danışır, pafosla gəzir. Yox, tam səmimi, təvəzzükar. Kimin pulu çatmır, cibindən çıxardıb çamadandan onlara pul verir. Belə bir adam mən istəmirdim eləyim, açığı. Və eləyə də bilməzdim. Mən elə məhz çalışırdım ki, onu doğrudan da bizi kimi yemək yeyən, çörək, su içən, bilməm, yorulanda yatan, oturan, uzanan, bilmirəm, əsəbləşən, sevinən, yəni həyat yaşayan bir insan kimi onu da bilirsiniz, elə məncə də üstünlük ondaydı ki, Zar, yenə deyirəm, o insanı biz sizin sözünüzün qüvvəti ancaq ikona kimi və müəyyən söhbətlər gəzirdi, əfsanələr gəzirdi, nə gəzirdi, amma belə baxanda
sən demə insan nə dərəcədə təvəzzükar, nə dərəcədə sadə və sözünü deyən, millətin sevən, xalqın sevən bir şəxsiyyət kimi və çətinlikləri dəf etməyi bacara bilən bir insan kimi. Əks halda o zirvəyə gəlib çata bilməzdi. Əgər onun səbri az imiş ki, məsələn və yaxud o belə sinə gələ bilmirsə, belə ağır bir həyatın vurduğu zərbələrə, məsələn, o yaxınlarını itirir, yeri gələndə hardasa varı dövləti pulu itirir, yeri gələndə hardasa məsələn əzməyə çalışırlar. Amma şəxsiyyətini itirmir. Amma adam yəni hər zaman olduğu kimi dəyişməz qalır öz xalqına qarşı. Bax bu həyatda nələrsə onu oradan, buradan hər bir tərəfdən şapalaq şillə vurur, amma adam öz bildiyini buraxmır. Bəli. Çox öz inadından dönmür. Düzgün biz tuta bilmişik ki, məhz belə bir adam o zirvəyə qalxa bilərdi. Çünki bilirsiniz, burada mən Tağıyevin transformasiyasını gördüm. Adi insan, adi insandan, necə deyirlər, o ingilislərin bir termini var, underdog-da hər şeyini itirir, amma heç nədən dönmür. Bəzən hamı deyir ki, yox, bu alına bilməyən bir şeydir, amma bu. Və ikinci hissədə maraqlı bir məqam mənim diqqətimi cəlb edir. Ümumiyyətlə, hər məqamı bu filmdə yəni tərifləmək belə, əslində elə tərifləmək lazımdır, mən belə fikirləşirəm. Çünki bir şey ki, tərifə layiqdirsə, gərək onu qeyd eləyəsən. Və orada cəsarətli addımlar mən gördüm. Bu tək Tağıyevə, indi siz deyirsiniz ki, Tağıyev sizə də kömək oldu. Tək Tağıyev, necə deyərlər, burada elədiyi yox, həmçində müəlliflərin, yəni əsasən müəllifin cəsarəti görsəndi ki, burada o Çarın gələcəyi bir məqamda və Tağıyev öz xalqının ünvanına hansısa kəlmələri eşidir və iki daşın arasında yəni çıxılmaz bir dramatik bir situasiyada qalır ki, mən qalsam belə olacaq, amma qalsam gərək o xalqımın ünvanına deyilən sözləri udam, yəni təhqiramiz sözləri udam və yaxud da sözümü deyəm və çıxam gedəm. Bu mən fikirləşirəm ki, düzdür, titrlarda yazılmışdı ki, bəzi hadisələr, necə deyirlər, dəyişdirilib, amma mənə belə gəlir ki, bunu hər filmdə də rast gəlmək olmuş ki, doğrudan da bu olmuş hadisəni olduğu kimi vermək. Baxın, mən bir şey demək istəyirəm. O yazı ilə bağlı. Bu sözsüz ki, bədii filmdir. Bunu indi son zamanlar çox adamlar danışır. Bu film bədiidir, bilməm, hərə öz günahını bununla yumaq istəyir. Mən o günah yumaq istəmirəm. Amma hər halda bədiliyi də buradan çıxartmırıq. Əlbəttə. Bu hadisə özü buna oxşar bir hadisə qızı tərəfindən, Saran tərəfindən danışılmışdı və Manaf Süleymanovun da ki kitabında da buna da toxunur ki, belə bir hal var idi. Amma nədənsə Manafın kitabında bu Sankt Peterburqda baş verir. Qızı danışdığı vağzalda baş verir. Vağzalda. İndi maraqlananlar istəsə açıb kitablarda və yaxud filmlərdə, bilmirəm, araşdıra bilər. Bəli, internetdə araşdırıb baxa bilərlər. Orada biraz hadisə başqa cür olur. Sara qızı danışdığına görə atası papağını çıxartmır Çarın qabağında. Manafın dediyinə görə atası Tağıyev papağını çıxartmır Sankt Peterburqda beyyət eləməyə gedəndə. Çar trona çıxanda. Yəni biraz fərqli yanaşmalardır. Mən öz versiyamı eləmişəm. Mən ona görə dedim ki, bu rejissorun da cəsarətindən irəli gələn. Mən öz versiyamı elədim. Mənə elə gəlir ki, dramaturji olaraq bu daha güclüdür və Tağıyev burada daha güclü eləyir. Çox təsirli idi. Açıq sizə deyim. İndi düzdür, biraz belə deyək, tam da tarix deyə bilmirəm, çünki bu fakt deyil. Yəni Saranın danışdığı da fakt deyil, Manafın da danışdığı fakt deyil. Çünki Manafın kitabında Manaf Süleymanlıdan söhbət gedir. Daha çox belə deyək də mənim öz hisslərimə görə 50-60% uydurmadır. Yəni bayka rus demişkən. Saradakı qızı danışdığında da mənə elə gəlir ki, Tağıyev belə eləməyə daha yaxşı idi. Yəni mən çəkdiyim kimi, yazdığımız kimi. Əlbəttə. Çünki orada Çarın qabağında qalası idi, sonra papağını çıxartması idi. Yəni o elə işləməyəcəkdi. Yəni o dərəcədə işləməyəcəkdi.
Hə, siz simvol və təsir baxımından nəzərdə tutursunuz ki, o dərəcədə. Əlbəttə kinonun da özünün necə deyirlər, qanunları, qaydaları mövcuddur. Razıyam. Zar yenə deyirəm, indi belə bəzən əslində yaxşı sualdır. Bu suala indiyən kimi heç kim vermir. Çox sağ olun, təşəkkür edirəm. Çünki mənə doğrudan toxundu. Bilirsiniz, ümumiyyətlə indi siz qoymarsınız yalan danışım. Film də necə deyirlər, sevgi kimi də, yəni vurulduğun bir şəxsə bənzəyir. Tamaşaçı ona baxanda ya onu sevir, ya sevmir. İkisindən biri olur da. Bu da necə deyirlər, müəllifin məharətindən, bilgilərindən, yəni onu necə tamaşaçıya çatdıracaq və necə onun ürəyinə necə deyirlər, toxunacaq da. Yəni gizlətmirəm, mənə toxundu film. Yaxşı mənada toxundu. Və mən burada doğrudan özüm üçün başqa bir Tağıyev gördüm. Heç olmasa belə düz deyim, onu çox adam deyir, amma heç olmasa bir adamın qəlbinə toxuna bilibsə, deməli hədər yerə biz bunu eləməmişik. Yenə deyirəm, mən hətta yəni zalda fikir verirdim kinoteatrda, bu özdə premyera idi. Mən görmədim bir adam çıxsın oradan. Və müəyyən məqamlarda məsələ bayaqlar o çar məsələsi, vağzal məsələsində indi mən gördüm ki, tamaşaçılar başladılar əl çalmağa. Məsələn, həmin epizoda, o məqamda tamaşaçılar başladılar əl çalmağa. Bu çox yaxşı şeydir. Yəni tamaşaçıda vətənpərvərlik hissi, düzdür, hamımızda var o vətənpərvərlik, amma bunu yenidən bir daha göstərmək, bir daha nümayiş etdirmək, bu çox gözəl bir hal idi və deməli tamaşaçı duyğulanır ki, emosiyasını əl çalmağa. Amma onu tutmaq olmur. Mən öz optimumdan deyirəm. Məsələn, biz ssenarini yazırıq və filmi mən montaj edirəm. Mənə elə gəlir ki, burada güləcəklər, bilirsiniz, necə burada təsirlənəcəklər. Bəzən premyerada başa düşürəm ki, yəni o siz tam da kütlənin nəyə mən düşündüyüm qədər reaksiya verəcəyini tutmaq olmur. Amma nə xoş ki, yəni hər halda nəyisə toxunmaq olur və insanlardan hansı bir emosiyaları çağırmaq olur. Eyb yox da, yerindədir, başqa yerindədir. Yox, bir neçə yer var idi, amma əsas mənim necə deyirlər, o diqqətimi cəlb eləyən yer ki, insanlarda bu vətənpərvər. Biz müəyyən dövrlərdə bu müharibə olan ölkələrdə onlarda belə bir qayda var idi də, xalq, yəni insanlar necə deyirlər, ruhdan düşməməkdən ötürü patriotik filmlər çəkirlər. Onun elə timsalından biri, məsələn, Rambo filmi yəqin ki, bilirsiniz ki, o film Vyetnam müharibəsi bitəndən o dəqiqə sonra yəni çəkilməyə başladı. Bəli, bəli. Yəni bu nədən ötürü idi ki, insanlarda o hisslər ölməsin, insanlar daima bu barədə düşünsün və orada da mən buna rast gəldim və çox sevindim, açığı hiss edirəm, çox sevindim. Ona görə də qərara gəldik ki, bu günləri sizi dəvət eləyə verilişimizə. Çox sağ olun ki, gəldiniz. Zar, bir şey də soruşmaq istəyirəm. Yəqin ki, indi bunu sizdən bəlkə də dəfələrlə soruşulub, amma mən bu barədə açığı deyim, bilmirəm. Çəkilişlər təxminən nə qədər dövrə əhatə elədi? Yəni nə çətinliklərlə rastlaşdınız orada? Biz 6 ay hazırlıq elədik. Pre-production mərhələsi. 6 ay. Yəni 6 ay ərzində biz ssenarini qoyduq qabağımıza. Bütün obyektləri çıxartdıq, bütün geyimləri çıxartdıq, bütün hansı rekvizitlər olacaq, nə qədər at olacaq, nə qədər fayton olacaq, nə qədər insan iştirak edəcək. Neft buruqları və s. və ilə. Bəli, yəni bunu da qeyd eləmək istəyirəm ki, biz 4 filmi eyni zamanda çəkdik. Yəni 4 filmi biz bir film kimi götürdük. Necə deyirlər, bir nəfəsə? Bəli, bir nəfəsə çəkməli oldum. Açığı bilmirdim ki, belə bir çətin işin qarşısında durmuşuq, amma artıq geri çəkilmək. Maşallah, maşallah. Tağıyevdən də o hadisə mənlə Tağıyevin arasındakı olan xüsusiyyətlərdən də biri odur ki, Tağıyev də heç vaxt çəkilmirdi. Mən də məcbur oldum Tağıyev kimi heç vaxt çəkilməyim. Çox yaxşı halda. Həm də birinci filmin təqdimatında mən orada belə bir şey də danışdım ki, mən film çəkiliş günü, birinci çəkiliş günü mən səhər tezdən durdum, getdim 100 dənə gül aldım və Mərdəkana qəbr üstə getdim. Bəli, qəbr üstə getdim ki, bu dahi insandan xeyir dua alım. Çünki bizim uzun yolumuz var idi qabaqda, çətin yolumuz var idi və fikirləşirdim ki, bu insan bir xeyir dua verməlidir ki, mən hardasa biraz kömək olsun. Və orada onun büstü var idi, belə hündürün qabağında durdum və and içdim ki, mən nəyin olur, bahasına olur olsun bu proyekti sona bitirəcəm, çatdıracam. Və birinci filmin təqdimatında mən bunu səhnədə danışdım hamıya.
nəyə gətirib çıxardım? 6 ay bizdə hazırlıq dövrü idi. Ondan sonra biz 23-cü ilin may ayının 25-i girdik çəkilişə. O mən danışdım, həmin may ayının 25-idir və 8 ay biz çəkiliş elədik. Dayanmadan çəkilişdir. 8 ayın içində biz 135 çəkiliş günü elədik. Yəni təxmini biz 4 ay intervallar vermişik. O da nəyə görə? Məsələn, bu lokasiyanı biz çəkirik, buranı bitiririk, buranı sökmək var. Sonra rəssamlar gedib növbəti səhnələri tikməlidir və hazır eləməlidir deyən, burada 2, 3, 5 gün səhnələr, fasilələr var deyə. Buna görə 8 ay uzandı, amma 135 çəkiliş gündür 8 ayın içində. Və montaj da deməli biz fevral ayını, deməli biz bitirdik yanvar ayının 31-i. Axırıncı çəkiliş səhnəmiz oldu. Bu da simvolik. Mayın 25-i başlayan yanvarın 31-i bitdi. Yəni fevralın 1-i artıq biz filmi bitirmişdik. Açığı gecə düşdü fevralın 1-nə. İndi mən onun fevralın 1-i kimi saymıram. Və o fevraldan biz girdik montaja. Buradan Əsgəri salamlayıram, Rəhimovu. Fevral ayından büyünə qədər hələ də davam edir montaj. Yəni 3-cü seriya montajı bitib 4-ü bitirmək üzrəyik, amma 3-də artıq istehsaldadır. Mən anonsunu gördüm onun, yəni Etibar Əsədli musiqini yazır, Tariyel səsləndirmə ilə məşğuldur və sonra da biz kolora yollayacağıq. Filmin rənglənməsini. O da Türkiyədə rəngləyirlər. Mən eşitdiyimə görə birinci hissə rəng məsələsinə görə, bəli, dünyada çox nüfuzlu bir festivalda. Hansıdır? 700 filmin arasından ən gözəl rənglənmiş film kimi. Yəqin ki, burada kostyumların, dekorasiyanın da özünün məncə onlar rol oynayır, əlbəttə ki. Demişkən, bir şey də mən gördüm, yəni background, yəni kadr arxasında, kamera arxasında olan məqamlardan kostyumlara mən diqqət yetirdim. Kostyumları demək olar ki, orijinal idi. Yəni hamısı tikilib, bəli. Çünki aktyorlar hərə bir boydadır. Yəni hamısının biçimləri götürülüb. Ayrıca olaraq parçalar alınıb, o parçalar təsdiqlənib, yəni rənginə görə, faktura, teksturasına görə. Yəni bunlar çox böyük işdir. Yəni burada danışdıq saatlarla. Onu qeyd eləmək istəyirəm və açığın sizə deyim. Biraz darıxdıraram onda. Mənə belə gəlir ki, bilmirəm nə dərəcədədir. Hamı üçün paltar tikilib, bəli. Biz kinostudiyadan ancaq uzaq planlar və massa səhnələr, kütləvi səhnələr üçün paltarlar götürə bildik. Çox sağ olsunlar, kömək elədilər. Amma основной qəhrəmanlar üçün hamı üçün tikilmişdi. Amma mən bu kostyumların içində yenə də bəlkə də bilmirəm. Yəqin ki, bunu əvvəlcədən siz fikirləşmisiniz. Təbii ki, bu belə də olmalıdır. Geyimlərin içində ən sadəsi Tağıyevin idi. Mən ona da fikir verdim. Məsəl üçün Tağıyev gənc vaxtlarında geyindiyi paltar o dərəcədə də belə bahalıdır. Ona görə deyirəm, bu mif ki sındı ki, bu bizim özümüzünküdür, içimizdən olan bir şəxsdir. Baxmayaraq ki, bu qədər varı, dövləti, amma da mətnindən artıq çox maksimum pafosdan kənara çıxmağa çalışırdıq. Yəni çox istəyirdim ki, hətta bilirsiniz, parçalar seçimində elələrini seçirdik ki, əzilən olsun, əzilsin. Yəni tam qutu kimi alsın. Bəli, qutu kimi görsənməsin ki, adamlara indi bu dəqiqə tikiblər, hamını geyindiriblər. Çox pis görsənir. Bir çox filmlərdə, hətta müharibə filmlərində mənim məsələn onlar narahat edir elə şeylər. Mən daha deyəcəm ki, məsələn mən çox da bezdirirdim Vüsalı, məsələn. Vüsal biraz bu düymə burada yaxşı deyil, biraz onu yuxarı tikək və yaxud nə bilim qalstuk yaxşı oturmayıb, özüm düzəldirdim, bilmirəm nə. Biraz bəlkə də elə şeydə çox şipitilniyəm. Gərək ki, bağışlasınlar mənə. Tələbkarlıqdır da bu. Mənim siz söz vermişdiniz. Xüsusiyyətimdir. Xüsusiyyətimdə bundan da kənar mən dura bilmirəm. Xoşlayıram hər şey yerində və istədiyim kimi. Məsələn, paltarları köhnəltməklə məşğul idi. Xüsusi adamlar var idi ki, məsələn, biz indi təzə tikmişəm, onu köhnəltmək lazımdır. Xüsusi adamları geyindirirdilər, onu xüsusi adamlarla məsələn ora sürtürlər, o papağa da aid idi, əqqaba da aid idi. Yəni köhnəltmək sistemi var idi belə.
Məsələn, xüsusi paltaryanlarımız var idi ki, onun içində məsələn biz o barabanı boş fırladıb, içinə daş-duş atıb onları biraz şey eləyirdik. Yəni çox böyük işdir də. Yəni hər xırdaçılığa getsəz, yəni zaten bunların hamısının toplusu ilə o film alınır da, yəni. Bəli. Bir şey də sizdən soruşmaq istəyirəm. Məsələn, bəzən indi son devirlər belə bir tendensiya var da, bəzi filmlərdə xaricdən başrollar üçün aktyorları dəvət edirlər və bəzən də bu bizim tək bizdə bu deyil, postsovet ölkələrində, bir çox ölkələrdə belədir. Aktyorlar inciyirlər ki, axı bizim potensialımız var, niyə bizi dəvət eləmirlər? Və başrollarda hər iki Tağıyev, həm cavan, həm yaşlı Tağıyev. Mən onun tərəfdarıyam ki, məsələn, Azərbaycanlını Azərbaycanlı oynamalıdır, Rusu oynamalıdır. Azərbaycanlı Rusu bəlkə də oynayar, amma Rus qədər oynaya bilməz. Bildiniz necə? İnsanın ruhu var, onun DNK-sı var. Bildiniz, o istər-istəmə öz işini görür. Ona görə, məsələn, mən çalışırdım ki, burada da Ruslar var. Bəli. Baxın, Yarik bizdə oynayır, çox da qəşəng oynayır. Yarik indi yarısı Rus, yarısı Azərbaycan, amma çox məharətlə öz rolunu o ifa eləyirdi. Oleg Əmrəlibayev. Oleg çox gözəl qubernatoru o ifa eləyib. Çox gözəl. Yəni deməyim odur ki, bizə lazımdırsa, əgər məsələn çar Rus çarı kimi görsənsin, mən daha çox onun tərəfdarıyam ki, bu elə Rus olsun. Çünki o stoykanı, o baxışı, o dərinliyi, çünki yəni zahiri görünüşdən başqa insanın iç aləmi də var, axı o üzə çıxır o iç aləm. İçdən çölə gəlir. Milli xüsusiyyətləri demək olar ki. Əlxüsus aktyorun oyununda hər şey yəni içdən gələndir. İçdən gələndə də insan inanır ona. Ona görə mən daha çox tərəfdarıyam ki, hər millət öz-özünə oynasa daha mükəmməl işə alına bilər, amma indi bu seçimdir, sizin seçiminiz. Mən də hesab edirəm ki, bəli, belədir. İsключение из правил da var. Hə, istisnalar, qaydalardan istisnalar olur. Zor bizi üçüncü, dördüncü hissələrdə nələr gözləyir? Bizə 3 və 4 lazımdır, Zor, nə var? Bilirəm, bu sualı sizə verirlər tez-tez. Təqribən, çox açmayın, çünki tamaşaçı yayda hazır olacaq. Prosta yay üçüncü hissə. Prosta yay rentabilni deyil. Kinoteatrlara az adam gedir. Çünki yay deyəndə hamı dəniz, rapız, bilmirəm rayonlara kim gedir, kim gəzir bulvarda, belə bağlı məkanlara adamlar qapalı məkanlar az girirlər deyə. Yəqin ki, yayı belə biz hamımız dincələrik. Sentyabr, oktyabr ayından da inşallah 3-ə öyle dincəlmiş halda gəlib. Üçüncü seriyada sevgi romantikadır və mənə gəlir ki, çox yaxşı da üst-üstə düşəcək. İnşallah. Zor, sizi çox yormayım. Yekun olaraq sizdən bir şey soruşmaq istəyirəm. Daha doğrusu bir sual. Əgər dünya belə, yəni talih belə gətirsəydi, Canlı Tağıyevlə görüşsəydiniz, nə deyərdiniz ona? İlk növbədə yəqin təşəkkür eləyərəm, əlindən öpərəm. Amma vallahi heç nə demərəm, nə deyim ki? Adam nə demək lazım idisə özü deyib. Mən artıq nə deyə bilərəm ona? Təşəkkür bildirərəm, amma ki başqa heç nə üstünə qoya bilmərəm. Mən ümumiyyətlə tarixi dəyişməklə aram yoxdur. Yəni gedim nəsə adama kömək eləyim və yaxud nəsə deyim bunu eləmə. Yox, elə gözəllik ondadır ki, hər şey təbii olsun. Məncə Tağıyev çox böyük örnəkdir hamımız üçün. Baxıb götürmək lazımdır. Məsələn, mən nə deyərəm ki, adama? Təşəkkür eləyərəm. Məncə gələcək nəsillərimiz bu filmə baxanda, yəni bizdən sonra gələn nəsildə gələndə doğrudan da əsl Tağıyevi görəcəklər burada. Studiyamıza gəldiyimizə görə çox sağ olun. Təşəkkür edirəm sizə. Tamaşaçılarımıza qeyd eləmək istəyirəm ki, studiyamızın qonağı kino rejissor Zaur Qasımlı idi. Tağıyev filminin quruluşçu rejissoru və necə deyirlər, filmin davamını gözləyək. Görüşərik.